olunurmu? Və mən böyük məmnuniyyətlə qonağımı dəvət etmək istəyirəm. Qonağımız əlbəttə ki, Günel İbrahimdir, Etika Akademiyasının rəhbəri. Xoş gəldiniz Günel xanım. Günel xanım, xoş gördük. Xoş gördük. İctimai yerlərdən danışırıq və təbii ki, ictimai yerlərdən danışandan sonra ictimai nəqliyyata da biraz fokuslanarıq, bu barədə danışarıq. Və ümumiyyətlə, insanların sıx olduğu yerlərdə teatr səhnələri ola bilər, konsert salonları ola bilər ki, burada davranış qaydaları necə olmalıdır? Davranış mədəniyyəti necə olmalıdır? Təşəkkür edirəm. Gözəl bir atalar misalımızla başlamaq istəyirəm. Deyirlər, ədəbi ədəbsizdən öyrən. Nə zaman ki, başqasına baxarkən o davranış bizim xoşumuza gəlmir, demək ki, biz elə etməməliyik. Bəli. Yəni, ədəbsizliyin ən böyük göstəricisi ictimaiyyətdə birincisi sakitliyi və sükutu pozmaqdır. Əgər xüsusi əyləncəli yer deyilsə, sakit olmaq bu insanın hüzurunu, daxili konfliktlərin olmaması nümayişidir. Və buna görə də ictimai yerdə birinci qızıl qayda sakitliyi təmin eləməkdir. Söhbət edərkən, danışarkən yandakı masanın, yandakı insanın narahat etməyəcək dərəcədə. İkinci, ən vacib məsələlərdən biri gigiyenadır, təmizlikdir. Özünün gigiyenasıdır. Bununla bərabər təbii ki, evdən çıxarkən mütləq şəkildə müəyyən prosedurları etməliyik. İctimai nəqliyyatda, ictimai mollarda giririk, daxil oluruq və artıq nə qədər də parfümeriya inkişaf eləsə də, bir çox insanlar toplaşanda bəzi məsələləri yalnız təmizlik həll edə bilər. Üçüncüsü, ən vacib məsələlərdən biri bir-birimizə müraciət eləyərkən siz və sən müraciətləridir. Tanımadığımız heç bir şəxsə sən deyə biz yaxınlaşıb müraciət edə bilmərik. İstər ictimai nəqliyyatda sürücümüzə, istər satıcıya, mağazada yaxınlaşaraq, istər bizim xidmət edən bir sistemə, qarsonlara və yaxud da hər hansı bir başqa sistemə biz sən gəl bura, sən bunu götür deyə müraciət etmək də qeyri-etikdir. Günel xanım, bir məsələni vurgulayacağım. Bu sən məsələsi ictimaiyyətdə böyük rezonans doğurur. Doğrudur. Çünki, məsəl üçün, sizlə deyə müraciət edəndə deyirlər ki, yox, hələ sən deyə müraciət etməliyəm. Amma bütün şəxs əvəzliklərimiz var da, mən, sən, o, biz, siz, onlar. Bunların hər birinin işləmə mexanizmləri var ki, bunları da doğru düzgün çatdırmaq lazımdır. Tanımadığınız insanla danışarkən siz deyə müraciət etmək normaldır. Tanıdığın şəxslə danışarkən, ünsiyyət qurduğun halda sən deyə müraciət edə bilərsən və yaxud ola bilərmi ki, mənim sizinlə rahat bir şəkildə danışmağım üçün sən deyə müraciət edə. Bax, bu cür, bu mənim yanaşmamdır. Bir məsələdə çox doğru deyirsiniz. Bir məsələdə ki, ictimaiyyət var. Yəni, mən birbaşa dostuma deyil, satıcıya müraciət edirəmsə, onun vəzifəsi var. Və buna görə də bunun ikinci rolu var. Siz həm də çoxluq nümayəndəsidir. Buna görə də biz dostum Vəfəyə deyil, satıcı Vəfa xanıma müraciət edirəmsə, burada siz olacaq. Mütləq şəkildə satıcıların və yaxud da bizə xidmət edən insanların sinəsində adları var. O adlar yalnız şikayət etməkdən ötürü yazılmayıb adətən. Onları mütləq şəkildə ay qız, ay xanım deyə müraciət etməyərək, əgər oxuya bilirsinizsə, adı ilə müraciət etməyi tövsiyə edərəm. Bu, onların da vaciblik hissini gün ərzində artıracaq və özlərini çox özəl hiss etdirəcəksiniz. Sizdən əlavə olaraq vacib məqamlardan biri itələnməmək. Bəzən olur ki, ictimaiyyətə çaxnaşma olur, müəyyən sıxlıq olur. İnsanların bir-birini itələmədən, bir-birinə toxunmadan hərəkət eləməkdir. Ya da insana toxunmazlar, əli ilə çiyninə vurmazlar. Bu çox önəmlidir. Sıra növbə siyasəti var, bilirsiniz ki. Və sıra siyasətində mütləq şəkildə öncüllüklər, əlbəttə, səndən öncə, sən ki, belki bir analı, uşaqlı anadan daha öncə dura bilərsən. Amma ədəbli insan mütləq şəkildə uşağın kaprizini nəzərə alaq, önə verə bilər. Ədəblə yaşamaq bizi ya sadəcə gözəlləşdirir. Çölə çıxarkən vaxtımızın, güzəranımızın çox gözəl keçməsinə səbəb olur. Əsəblə geri qayıtmamaq üçün hər birimizdə o ədəbli, əxlaqlı davranışlar mütləq şəkildə tələb edilir. Günel xanım, bəzən siz sakitliklə başladınız suala cavab verərkən, ola bilir ki, hətta bank kimi xidmət yerlərində biz növbəmizi gözləyərkən və yaxud digər bir yerlər olsun, ətrafda bizimlə birlikdə növbəsini gözləyən insanların səsli, yüksək səslə telefonla danışması, WhatsApp-da səsli mesajlara qulaq asması və yaxud qulaqlıqda dinlədiyi mahnının bizim də eşitməyimizə məruz qalması etik qaydalara ziddir, doğrudur. Amma baxın, bəzən olur ki, biz bildirəndə bunların xoşlarına gəlmir ki, özüm bilirəm, öz telefonumdur, mənim üçün vacibdir, mən cavab verməliyəm, səslərə qulaq asıram. Həmçinin ictimai nəqliyyatda,
misal üçün metroda mən çox istifadə edirəm və yanımda oturan insanın bütün WhatsApp səsli mesajlarını dinləməyə məcbur qalıram. Doğrudur. Burada bizim əslində sizin hüquqlarınızı mən əlavə edə konstitusiya doğru. Əlavə edə bilərəmmi? Mən də əlavələrimi deyim ki, ümumilikdə cavablandırasın xanım. Üzrlü sözünüzü kəsdim. Bu həm də ictimai nəqliyyatdadır. Taksilərdə, bu dəqiqə taksilərdə də böyük problemlər olur. Çünki istədiyi musiqini qoya bilər, zərərli vərdişlərdən tütün məhsullarından istifadə edir, yanında əyləşən müştəriləri düşünmür. İctimai nəqliyyatda daha çox tendensiya alan məqamlar oldu ki, özlərindən böyüklərə, hamilə qadınlara yer vermirlər və yaxud sürücülərin o tütün məhsullarından istifadə etməkləri, bunların hamısı doğrudan da böyük narahatçılıq yaradır. Ona görə aytaca qoşuldum ki, ümumilikdə bu çox doğru. Ümumiyyətlə, ədəb qanunların kiçiyi olsa da, onu gözləmədiyimiz halda qanunların böyüyü işə, qüvvəyə gəlir. Yəni, ali qanunumuz konstitusiyadır, insan haqları ilə bağlı və o insanlar ki, sizin öz musiqisi ilə və yaxud da öz zərərli vərdişləri ilə sizi narahat edirsə, konstitusiya bunu qoruyur. Çünki hər kəs azaddır. Amma mənim azadlığımın başladığı yerdə onun azadlığı bitər. Nə qədər o azadlı tütün çəksin, mən də bir o qədər azadam ki, tütünsüz bir şəraitdə gəlib işləyim. Buna görə də birgə yaşamaq mədəniyyəti ədəblə olmasa da qanunla tənzimlənir. Bu sahədə artıq bir çox yerlər ayırıblar o yerləri. Kim hansı sahəni istəyirsə orada da zaman keçirdə bilər. Çox heyflər olsun ki, buna qanun müdaxilə edir. Biz elə bir xalqıq ki, əslində çox dəyərli və dərin milli etiketə sahibik. Və biz ümumiyyətlə atamızın yanında belə zərərli vərdişləri böyüklərin yanında çəksək də utanarıq, boynumuza almarıq. Bunu düşünürəm ki, başqasının da atasının yanında etməliyik. Çünki çölə çıxanda başqa böyüklər də orada vardır. Ən azı bu konspektdən baxa bilərik. Bir çox məsələlərdə insanların egoizmi, fərdiliyi, indi qəribə bir hal baş verir. Bir çox insanlar yanlış tərəfə yönəldirlər gəncliyimizi. Deyirlər ki, sən ancaq özünü düşün, dünya sənin ətrafında fırlanır, sən önəmli, hər gün 100 gün qabağına çıx denə ki, mənəm önəmli, mən vacibəm, mən özümü sevirəm. Günah xanım, çox üzr istəyirəm, bundan qaynaqlanır ki, artıq ictimai nəqliyyatda böyüklərə, hamilə xanımlara yer verilir gənclər. Bir çox gənclikdə, bir çox artıq insanlarda belə bir məsələ formalaşıb ki, özünü sevməyi başqasını saymamaqla ifadə edirlər. Çox yanlış yoldayıq və bu həm o koçları, dırnaq içində deyirəm, həm o məsləhət verənləri qətiyyən qulaq asmasınlar. Bizim özümüzün ifadəsi biz kimik, başqasının simasında görə bilərik. Mən özümü necə tərifləyə bilərəm ki, mən necə adamam, əgər davranışımda, sizə qarşı davranışımda mən varam. Sizə qarşı haqsızlıqda mən varam. Sizə qarşı necə davranıramsa, mən oyam deməkdir. Yəni, bizə cəmiyyət lazımdır ki, biz öz kimliyimizi də ifadə edə bilək, görə bilək. Ona görə özünüzü sevin deyəndə, əslində davranışlarınızı və ədəbli olun ki, insanlar sizi sevərkən, insanlar sizi sayarkən, siz də özünüz haqda ən azı bir kiçik qiymətləndirməni ortaya qoya biləsiniz. Biz mütəmadi olaraq öz güvəndən danışmışıq burada ki, insanlar öz güvənli olaraq öz məqsədlərinə, hədəflərinə doğru çatmalıdırlar. Doğru, düzgün yönləndirmə olmadığı halda vurguladığınız kimi, bəli, bir çox koçlar var, bir çox psixoloqlar var. Hansı sahədən daha çox gəlirsə, bu sahə ilə məşğul olan qeyri-peşəkarlar var. Bəli. Və bununla da biz mübarizə aparırıq və burada yalnız peşəkarları dəvət edirik ki, peşəkar məsləhətlərini təqdim etsinlər. Bu öz güvəndən istifadə edənlər bəzən doğru, düzgün anlayışı bir harda səhv edirlər. Valideynlərin də doğru, düzgün istiqaməti olmadığı halda. Necə? Uşaq yaşlarından biz öyrətməliyik ki, böyük gələndə ayağa durmalısan, böyük gələndə susmalısan, gözlə fikrini bildirsin. Elə deyilmi? Doğrudur. Amma indi 12, 13, 14 yaşında olan uşaqları görürük valideynlərlə bərabər ki, otur, ayağa durma, heç kimə də yer vermə. Bu yer sənindir. O da sabahın gənci. Bu da sonradan böyüyür. İndi istər qız olsun, istər uşaq oğlan olsun, fərq etmir. Bu da düşünür ki, anam məni bu cür tərbiyə edib və mən də böyüyəndə həm bu cür olacam və övladıma da bunu ötürəcəm. Uculardayıq. Ucular heç bir zaman həqiqəti yansımır. Və ucular necə ki, tam ağ, bəmbəyaz bir mühit bizi kör eləyər, necə tam qaranlıq bizi kör edər, onun bir ortaqlığı var. Və biz bu günümüzü həmin ortaq nöqtədə yaşayırıq əslində insanlar. Günün və ayın ən yaxşı şəraitdə görə bilirik. Həyatda da elədir. Hər şeyin ortası harmoniyadır və həqiqətdir.
Qızıl ortam sözü elə belə yaranmayıb. Bəli. Buna görə də harda oturacam, harda kiməsə yer verəcəm, bunu yazılmamış qanunlar var. Bunun adı ədəbdir və yazılmış qanunlar var. Həm hər kəsin peşə etikası, məktəbdə, nəqliyyat vasitələrində istifadə etikası, hətta yazılar belə yazılır ki, bu yer kim üçündür? Bu yer tutam fiziki, hər hansı bir məsələləri olan insan üçündür. Sən orada necə əyləşə bilərsən? Və bu və yaxud da maşınları park edərkən müəyyən bir işarələr qoyulur. Və görən ki, sağlam insanlar o yerdə park edirlər. Əslində olmamalıdır. Yəni, bunların hamısı bizim içimizdən gəlir və ailələr çox böyük önəm daşıyır. Baxın, bugün başqasına yer verməyən uşaq sabah sizə də yer verməyəcək. Doğrudur. Günel xanım, çox sağ olun gəldiyiniz üçün. Günel İbrahim, Etika Akademiyasının rəhbəri bizimlə bərabər idi. Çox maraqlı.